Hər kəsə salam. Mən Hilal kurslarının ingilis dili müəllimi Yaxşıxanım Bağırova. Sizə Hilal kurslarının 22 fevral tarixində təşkil etdiyi 4-cü siniflər üzrə 5-ci mövzu sınaq imtahanındakı ingilis dili suallarının izahını verəcəyəm. Uşaqlar, gəlin 26-cı sualdan başlayaq. Deməli, 26-cı sualda deyir ki, düzgün olmayan variantı seçin. Incorrect istəyir, yəni bizdən. Uşaqlar, baxıram, my mother is boşluq a delicious cake now. Uşaqlar, düzgün olmayanı seçməlisiniz. Baxın, deməli, tortu yemək olar, eating getdi, kəsmək olar, baking olar, making olar. Amma ki, climbing, yəni ki, torta climb nə deməkdir? Dırmaşmaq. Yəni bu burada yanlış bir deməli sualdır. Daha doğrusu, yəni yanlış olan budur. 27-ci suala baxırıq uşaqlar. Düzgün variantı seçin deyir. What is your brother doing? Sənin qardaşın nə edir? Uşaqlar, yəni məlum məsələdir ki, burada is var və doing var. Yəni bu nə deməkdir? Bu indiki davam edici zamanın göstəricisidir. Cavabımızı da indiki davam edici zaman ilə verəcəyik. Is brush doğru deyil, brushing-in izi yoxdur. C variantı doğrudur. Brush doğru deyil, to brush doğru deyil. Daha sonra uşaqlar gəlirik 28-ci suala. Yenə də düzgün variantı seçməyimizi istəyirlər. How many days are there in February this year? Deyir ki, bu il fevralda neçə dənə gün var? Uşaqlar, yəni ümumiyyətcə fevral digər aylardan fərqlənir. Ya 28 gün olur, ya 29. Bizə də 28 lazımdır. O da olacaq Y variantı. Digərləri uyğun variant deyil. Daha sonra uşaqlar gəlirik 29-cu suala. 29-cu sualda incorrect, düzgün olmayan variantı istəyir. Uşaqlar, yəni testlərə baxanda görürsünüz ki, burada yiyəlik hal qaydasından söhbət gedir. Artists pictures, deməli rəssamların şəkilləri cəmlənib apostrof artırılıb doğrudur. Ships food, uşaqlar ship'i bilirik ki, biz apostrof s-lə düzəldirik, s apostrofla düzəltmirik. Yanlış olan B variantıdır. That's coffee doğrudur. Dentist room doğrudur. Alligator's teeth, timsahların dişləri doğrudur. Deməli, yanlış cavabımız olacaq B variantı. Daha sonra uşaqlar 30-a baxırıq. Deyir ki, room sözü ilə mürəkkəb sözlər düzəltməliyik. Uşaqlar, roomla biz nəyi bilirik? Baxın, bilirik bedroomu, qəşəng götürəcəyik, bathroom-u götürəcəyik və classroom-u götürəcəyik. Yəni, bedroom yataq otağı, bathroom vanna otağı, classroom da sinif otağı. Deməli, cavabımız 1, 2 və 5 olacaq. O da olacaq doğru cavab B variantı. Gəldik növbəti suala. 31-ci sualda deyir ki, isimlər variantını seçin. Uşaqlar, isimlər variantını seçin. O deməkdir ki, cərgədə verilən bütün sözlər nitq hissəsi olaraq isim olmalıdır. Canlı ya da cansız fərqi yoxdur. Uşaqlar, B variantında black, blue, hər ikisi rəngdir, sifətdir. Necə sualına cavab verir? C-də delicious, dangerous. Biri dadlı, biri də təhlükəli deməkdir. Sifətli çıxdıq. Busy, necə məşğul çıxdıq. Cold, collect çıxdıq. Qalır cavab A variantı. Daha sonra uşaqlar 32-yə baxırıq. Baxın, burada heç cümləni axıra qədər oxumağa belə ehtiyac yoxdur. Are ilə cümlə verilib və cavabda da yes verilibsə, zera cavabını qoyacağıq. There is olmaz, it is olmaz, they are olmaz, they aren't da yes-lə işlənə bilməz. Daha sonra uşaqlar 33-cü suala baxırıq. Düzgün variantı seçməyimizi istəyir. My little sister is boşluq years old, she boşluq her hands. Aha, uşaqlar, deməli A variantında fortidə U hərfi yoxdur. Bunu artıq dəfələrlə bildirmişik ki, fortidə U hərfi olmur. Buna görə bunu çıxırıq. B variantında for okeydir uşaqlar, amma ki clapping-in qabağında iz yoxdur deyə çıxırıq. C variantı fortində U yoxdur, çıxırıq. D doğru cavabımdır. Y variantında da uşaqlar clapping-də iz verilməyib, ona görə bu düzgün cavab olmayacaq. Cavab olacaq D variantı. My little sister is 4 years old. 4 yaşı var. She is clapping her hands. Əllərini çalır. Baxın uşaqlar, burada da fikir verin. Clap 2 dəfə, yəni ki, təkhecalı söz, bəzi təkhecalı sözlər də 2 dəfə qoşalaşır ayıncı qəbul eləyəndə. Ona da diqqət ümid edirəm etmisiniz. 34-cü suala gəldik uşaqlar. Düzgün olmayan variantı istəyir. Meni və maç qaydasıdır. Meni üstə eləkcə, maç üstə elək sayılmayan. A variantı mini cows doğrudur. B variantı match gold doğrudur. Çünki match sayılmayan, gold da sayılmayan isimdir. Mini cities doğrudur. Match snow doğrudur.
Amma many capital yanlışdır. Bizə də elə yanlış cavab lazımdır. Uşaqlar, daha sonra gəlirik 35-ci sualımıza. 35-ci sualımızda deyir ki, düzgün variantı seçin. The students boşluq chips in the cafeteria now. Hal-hazırda chips yeyirlər kantində, yəni ki, bufetdə. Uşaqlar, now bilirəm ki, davam edici zamandır, ona görə olacaq are eating. It olmaz, eating-in arı verilməyib, students cəmli is olmaz, to it-də ümumiyyətcə doğru deyil. Gəldik 36-cı suala. Uşaqlar, düzgün variantı seçin deyir. 21:45-dirsə, ona qalıb 15 dəqiqə. Uşaqlar, baxın, ona qalıb 15 dəqiqə. Biz onu axtaracağıq cümləmizin axırında, ona görə nine-a görə B variantı getdi, nine-a görə D variantı getdi. Cümlənin axırına 45 nə əlaqə? Qalırsınız A-la C. Uşaqlar, baxın, A-da yazılıb 50 minutes. Uşaqlar, axı 15 dəqiqə qalıb, 50 deməkdir. Çox rahatlıqla C variantını doğru cavab kimi götürürük. Yenə də oxuyaq. It is 15 minutes to 10. Bəli. Bunu belə keçək. Aha. Daha sonra uşaqlar, gəlirik 37-ci suala. Baxın, sıra sayılarını seçməyimizi istəyir. 80s, 21st. Uşaqlar, B variantında 12 V F-ya çevrilməlidir. Bilirsiniz ki, V-ni biz F-ya çevirib daha sonra TH artırırıq. Bu H biraz yaxşı olmadı. Nəysə. Deməli, B-ni çıxdıq. C variantında nin TH, yəni TH olmalıdır. Çıxdıq. Baxın, uşaqlar, D-də 94 olmalıdır. Nins 4 deyə bir sıra sayı yoxdur. Deməli, 36 yanlışdır. Cavabımız olacaq A variantı. Burada bir A variantı hər ehtimala qarşı yazaq. Daha sonra uşaqlar 38-ci suala baxırıq. 9, 19 və 99-cu. Uşaqlar, baxıram, birinci sıramda hamısı 9 ilə başlayıb. İkinci sıramda 90-yə görə çıxıram A-nı, nintinə görə C-ni, nintiyə görə bunu. Yəni B ilə D qaldı. 99-cu deyir uşaqlar. 99-cu da E hərfi, yəni 9-cu da E hərfi olmadığı üçün cavabımız olacaq B variantı. Uşaqlar, daha sonra 39-cu suala gəldik. 38-dən sonra 39-a. Zeri-zera qaydasının isimlər və saylarla uzlaşmasıdır. A100 cheese. Ümumiyyətlə, uşaqlar, cheese nədir? Sayılmayan isimdir. Sayılmayan ismin qabağında say gələ bilməz. A variantı, yəni miqdar sayı gələ bilməz. A-nı çıxdıq. B variantında 1000-ın E artiklı yoxdur, çıxdıq. C variantında 100-i cəmləyiblər. Uşaqlar, cəmlənmə ismə aid bir xüsusiyyətdir. Saya aid deyil. D variantında bası cəmləməli idilər, tək saxlayıblar, səhvdir. Cavab qalır Y variantı. Deyir, televizorda 100 dənə kanal var. 40-cı suala gəlirik uşaqlar. 87 plus 45 is. Uşaqlar, ümumiyyətcə, mən özüm də həmişə uşaqlara məsləhət görürəm ki, belə biraz məhz, yəni ki, riyaziyyat tipli sual düşəndə qıraqda qeyd edilir. Uşaqlar, 87 nədir? 87. 45 nədir? Plus da bilirsiniz ki, plusdur. 45. Uşaqlar, 87-nin üstünə 45 gələndə cavabımız eləyir 132. 132-ni gələn cavablardan tapaq. 132 deməli, bu doğru cavab olacaq. 23 B-ni çıxırıq. 100-in E-si yoxdur, çıxırıq. 30-ün yox, E-si yoxdur, çıxırıq. Cavab qalır deməli A variantı. Deməli, yenə də baxaq, 87 üstə elə 45 eləyəcək 132, o da olacaq 132. Gəldik 41-ci suala. Uşaqlar, feillərə ing-nin artırılması, close, closing, E hərfi düşməli idi, səhvdir. Clap, clapping, bayaqki sualda qeyd eləmişdim. Clapdə 2 dənə P olmalıdır. Dance, dancing düzgündür. Cut, cutting düzgündür. 2 dənə cavab olacaq B variantı. İnşallah daha sonra 42-ci sual düzgün olmayan cavabı istəyir. İnşallah cümlənin axırında, indiki davam edici zamanda bir dənə stildir ki, cümlənin axırında gəlməz. Yerdə qalan hamısı cümlənin əvvəlində və axırında gələ bildiyi üçün bunu götürəcəyik. Daha sonra uşaqlar gəldik 43-cü suala. 43-cü sualda düzgün miqdar sayılarını istəyir. A-da 5 sıra sayıda getdi, B-də 10 sıra sayıda getdi, C doğru cavabdır, D-də 40-də U yoxdur, Y-də də 6 sıra sayıdır.
Gəldik 44-cü suala. 19:30 bizim dilimizdə nə deməkdir uşaqlar? Saat 8-in yarısıdır. Ümumiyyətcə uşaqlar 19-un nə olduğunu bilmək üçün 19-dan 12-sini çıxırıq 7. Yəni elə bilin ki, bura 7:30 yazılıb. Baxın, əgər 7:30 yazılıbsa, siz burada elə belə deyim də, axırda 7 axtarmalısınız. 90 A getdi, 8 A getdi, 30 D getdi, tamam. Qaldıq B ilə C. Uşaqlar 30 da bilirik ki, pasdır. Yəni hələ ki to deyil. Ona görə Y getdi, cavab qalır C variantı. Düzdür, yarısı daha çox half pasdan öyrənmişik. Amma uşaqlar 30 minutes pas da doğru ifadədir. Həm də çıxdaş eləyəndə görürsünüz ki, C variantı qalacaq. 45-ə gəldik uşaqlar. Deyir ki, düzgün variantı seç. Zera .. Deməli, mətbəx dolabında uşaqlar glass bilirsiniz ki, həm stəkan, həm də şüşə mənasındadır. Burada cəmlənici üçün stəkan mənasında olacaq. Maç sayıl isimlərlə işlənir. Bu deməli doğru olmayacaq. A-nı çıxıram. Sam, okey, hələ ki saxlayıram, ola bilər. Eyni təsdiq cümlədə işləmir, getdi. Men ola bilər, eyni işləmir, getdi. İkinci tərəfdə uşaqlar sual cümləsi deyə çox rahatlıqla samı çıxıram B-də. Qalır cavabım Dərbənd, yəni D variantı. 46-ya baxıram uşaqlar. Deməli, bir günümüzdə uşaqlar neçə saat var? 24. 24-də nə olacaq? 24. Cavabımız deməli olacaq A variantı. Diqqətli olun. Bəzən 12 ilə 20-ni qarışdırırsınız. 20 olan 20-dir, 12 olan 12-dir. 47-də uşaqlar düzgün sayılan və sayılmayan isimləri istəyir. Jewelry sayılmayanda çıxdım. Trip sayılır, amma song da sayılır, çıxdım. Meal və roll hər ikisi sayılır, çıxdım. Cotton cloud əksinə sayılmayan sayılandı. Bizdən sayılan sayılmayan istəyir. Cavab qalacaq. Egg sayılır, soup sayılmır. Uşaqlar 48-də altından xətt çəkilən ismə əvəzlik tapaq. Mənim kuzenlərimin rəngli karandaşları. Karandaşlar cəmdi olacaq Z. 49-da yanlış, düzgün olmayan cavabı istəyir. Yanlışı tapmalıyıq. Uşaqlar zisdən sonra isim cəmlənə bilməz. Cavabımız olacaq A variantı. Gəlin digərlərinə də baxaq. Zətdən sonra çiz gəlib doğrudur. Zisdən sonra cəmsim düzdür. Cəmsim düzdür. Təksim düzdür. Gəlin burada bir qırağa A yazaq. Uşaqlar sanki çox görsənmədi. Uşaqlar, axırıncı sualımız 50-ci sualdır. Deyir ki, düzgün variantı seç. Any dangerous bugs. Uşaqlar, zera qaydasıdır. Bugs cəmdə olduğu üçün iz getdi. Cavabda da uşaqlar no verdiyi üçün there aren't qoyacağım. Cavab olacaq C variantı. Are there any dangerous bugs in the garden? No, they aren't. Deyir ki, bağçada təhlükəli həşəratlar var. O da deyir ki, yoxdur. Belə uşaqlar, sualların izahı bu qədər. Ümid edirəm ki, imtahanınız çox yaxşı keçib. Hər birinizə uğurlar, hələlik.